Salam uşaqlar. Bugünkü mövzumuz disaxaridlər və polisaxaridlərdir. Gəlin baxaq, disaxarid nədir? Biz bundan əvvəlki dərslərimizdə monosaxaridləri artıq keçdik. Monosaxaridlərə misal kimi glikoza, fruktoza, riboza, dezoksiriboza və eyni zamanda laktozanı aid etdik. Disaxaridləri isə biz saxaroza, maltoza və laktozanı aid edirik. Monosaxaridlər hidroliz etmir. Lakin polisaxarid və disaxaridlər hidroliz edir. Uşaqlar, bax bu gördüyünüz disaxaridlər iki monosaxarid qalığından əmələ gəlmişdir. Daha doğrusu monosaxarid molekulundan əmələ gəlmişdir. Bax, diqqətlə baxın, görürsünüz. Bu alfa glikozadır. Bunun alfa glikoz olduğunu hardan bilir? Altı bucaqdır və deməli burada OH qrupu ilə fikir verirsiniz. Yeri gələndə bax, burada da bizim bir dənə haşımız var. Bax, OH-la deməli haşımızın bir dəqiqə bu karbon atomudur. Bu da burada bir OH-ımızdır. Və deməli burada bu birləşmədə OH ilə H-ın birləşməsi nəticəsində su molekulu ayrılır. En sayda su molekulu deməli bir dənə su molekulu əmələ gəlir və özləri öz aralarında bir oksigen vasitəsilə birləşir. Bax, bir də sizə bunu izah eləməyə çalışacağım. Bax, uşaqlar görün. Deməli burada karbon atomu, qırmızı ruçkanı yazaq ki, uşaqlar görə bilsin, OH. Burada da yenə karbon atomu OH. Öz aralarında su molekulu əmələ gətirərək oksigen vasitəsilə iki dənə deməli monosaxarid bir-birinə birləşir. Biri alfa glikoza qalığıdır, biri də beta fruktoza. Mən niyə bunu beta fruktoza adlandırıram? 5 bucaqdır və 5 dənə OH qrupu var. Bir də deməli birinci karbonun CH2OH ilə 6-cı karbonun CH2OH ikisi bir-birinə müxtəlif müstəvidə yerləşmişdilər. Deməli belə. İndi isə davam elədik. Deməli saxaroza kimya formulu C12, bax yazılıbdır C12 H22 bir dəqiqə C12H22 oksigen 11'dir. Hidroliz etdiyi anda alfa glikoz və beta fruktoz əmələ gəlir. Alfa glikozada C6H12O6 yazılır. Beta fruktozada karbon 6 H12O6 yazılır. Fərq sadəcə onun antisiklik quruluşundadır. Bir də glikozada aldehid qrupu var. Aldehid spirtdir. Deməli, gördüyümüz kimi fruktoz isə keton spirt sinfinə daxildir. Deməli, quruluşu, ümumiyyətlə biz görürük ki, disaxaridlərin quruluşu monosaxaridlərə baxanda daha mürəkkəb bir sistemə malikdir. Özə saxaroza hidrolizi uğrayır, onu görürük, amma monosaxarid tamamilə hidrolizi uğramır. Özə hidroliz tuş mühitdə baş verir. Deməli, və burada bir söz edeyim sizə, saxarozanın əmələ gəlməsində glikoza və fruktozanın siklik formasının aktiv hidroksil qrupları iştirak edir və nəticədə iki qalıq, gördüyünüz kimi iki qalıq bir-birinə oksigen vasitəsilə birləşir və nəticədə saxaroza meydana gəlir. Saxarozada aldehid qrupu olmadığına görə gümüş bir oksid reaksiyasına girmir, misk hidroksidlə oksidləşmir, mis bir oksid çöküntüsü əmələ gətirmir. Bunun aldehid qrupu olmadığını bizə göstərir. Amma sizə burada bir şey də misal çəkim ki, saxarozada elə bil ki, hidroksil qrupların olması misk hidroksil reaksiya daxil olmasını asanlaşdırır. Saxaroza misk hidroksil reaksiya girəndə parlaq göyrəkli miski saxarat əmələ gəlir. Məsələn, gəlin yazaq C12 H20 O9'da ne bileyim, mən buradan iki tane OH qrupunu götürürəm deyə elə yazdım. Misk hidroksil qarşılıqlı təsirdə olduğu anda nə alınır? C12 H20 oksigen 9 və bunlar hər ikisi də misə birləşir və 2 su molekulu alınır və buna deyirlər mis-2 saxarat. Və mis-2 saxarat parlaq göyrəkli məhlul deməkdir uşaqlar. Və saxaroza necə istehsal olunur? Və saxaroza ən çox nəyin əsas tərkib hissəsində olur? Ümumiyyətlə saxaroza şirin dadlı, ağ-bənki rəngli, 160 temperaturda əriyən bir maddədir. Molekulyar quruluşludur. Saxaroza bir çox bitkilərdə toz ağacı, ağcaqayın şirəsində, yer kökündə, qovunda olur. Ən çox da şəkər çuğundurunda və şəkər qamışında olur. Elə şəkər qamışı və şəkər çuğundurundan da sənayedə alınır. Deməli, əsasən şəkər çuğundurundan almaqdan ötəri, gəlin mən sizə bir səhifə açım, onu sadəcə yazmaq istəyirəm ki, siz onu görə biləsiniz. Deməli, belə silək bunları.
Deməli, saxarozla sənədəsən şəkər çuğundurun, şəkər qamışdan alırlar. Saxarozla deməli, əvvəlcə belə həyata keçirdirik. Xırda-xırda doğrayırıq şəkər çuğundurunu. Xüsusi qablara, difuzorlara yerləşdirərək içərisinə qaynar su keçirdirik. Qaynar su nəticəsində saxaroza deməli məhlula keçir. Lakin məhlula saxaroza ilə bərabər müxtəlif turşular, zülallar, boyacı maddələr də keçir. Bunları məsələn və bizə tələb olunur ki, biz buradan saxarozanı ayıra bilək. Bizim birinci yolumuz idi. İkinci yolumuz odur ki, difuzorlarda əmələ gələn məhlulu əhəng südü ilə aradan götürmək istəyirik. Əhəng südünün də formulu nədir? Kalsium hidroksiddir. Gəlin belə danışaq. Bu əhəng südü vasitəsilə bəzi maddələr, orada olan kalsium duzları çökməyə başlayacaqdır və saxaroza isə kalsium hidroksidlə alkoqolyat tipli saxarat, suya yaxşılanan saxarat birləşməsinə çevriləcək. Yəni C12, H20, deməli O9, bir dəqiqə səliqəli şəkildə yazaq. Deməli karbon 12, H20, O9. 2 dənə OH qrupumuz var və biz bunun üzərinə kalsium hidroksid gəldiyimiz anda baxın C12, H20, O9, O kalsium və 2 molekula su birləşməsi əmələ gələcək. Və beləliklə, bir dəqiqə, beləliklə mənim aldığım, beləliklə mənim aldığım birləşmə kalsium saxaratda, onda qısa konkret şəkildə C12, H22 oksigen 11, bax belə, vuraq kalsium oksid, vuraq 2 molekula su kimi yazırıq və buna deyirlər kalsium saxarat. Və üçüncü şansımız nədir bizim burada? Üçüncü şansımız bizim burada odur ki, əmələ gələn kalsium saxaratın tərkibindən kalsiumu çöktürmək üçün ora karbon dioksidi buraxırıq. Yəni karbon dioksid buradan ağarır. Karbon dioksid əlbəttə ki, kalsium hidroksid ilə birləşərək gəlib bizə nəyi verir? Çöküntünü əmələ gətirir. Yəni C12, H22 oksigen 11 vuraq kay saxaratı götürürük. 2 molekula su götürürük. Yəni karbon qazı əlavə edən kimi avtomatik olaraq kalsium karbonat əmələ gəlir. 2 su molekulu ayrılır və təmiz saxarozanın 12, H22 oksigen 11 təmiz saxarozanı götürmüş oluruq. Bu da bizim oldu üçüncü şərtimiz. Deməli, birinci şərt nədən başladıq? Yenə mən sizə xatırladıram. Şəkər çuxundurunu doğradıq, qaynar suya tökdük. Saxaroza ilə bağlı məhlula müxtəlif maddələr keçdi. İkinci, kalsium hidroksiddən istifadə elədik ki, deməli, orada olan maddələri aradan götürə bilək. Əksər üzvü turşuların kalsium duzları üstəli olduğunu olur və çökməyə başlayır və kalsium saxarat əmələ gəlir. Kalsium saxaratın içərisinə kalsiumu çöktürmək üçün və yerdə qalan kalsium hidroksidin artığını neytrallaşdırmaqdan ötəri karbon dioksiddən istifadə edirik və salam. Dördüncüyə gələndə kalsium karbonat çöktükdən sonra bu proses alındı mı? Bu proses alınandan sonra məhlul süzülməyə başlayır. Çünki kalsium karbonat orada çökür. Alınmış məhlul aparatlarda buxarlandırılır və şəkər kristalları sentrifugura şəklində, fiqur şəklində vasitəsilə ayrılır. Lakin məhlulda şəkərin hamısını ayırmaq mümkün olmur. Biz bunu bilirik. Və qonur rəngli məhlul alınır. Buna qonur rəngli məhlul alınır. Burada melassa qalır ki, onun tərkibində 50%-ə qədər saxaroza olur. Melassadan limon turşusu və bəzi başqa məhsulların alınması üçün nağayrıq geniş tətbiq edilir. Bax, belə adınıza saxlayın. Ayrılmış şəkər tozu adətən sarımtılı olur. Onu təmizləmək üçün saxaroza yenidən süd əldə edilir. Alınmış məhlul aktivləşdirilmiş kömür üzərindən keçirilir və məhlul da yenidən buxarlandırılır və kristallaşdırılır və demək olar ki, artıq ağ, bərk rəngli şirin maddə alınır. Bax, belə yadımızda saxlayaq və saxarozadır, maltozadır, laktozadır, bunlar dielektrikdir, elektrik cərəyanı keçirmirlər və hidroliza uğrayırlar. Hidroliza uğradıqları anda 2 monosaxarid molekulu əmələ gəlir. Bax, belə. İndi isə məsəl üçün, baxın, başqa bir nümunə mən sizə göstərim. Bu bizim əlimizdə olan laktozadır. Laktozanın adı nədir? Laktozanın adına biz deməli süd şəkəri deyirik. Ən çox südün inək südü, məsələn inək südüdür, başqa məsəl üçün keçi südüdür və s. kimi maddələrin tərkibində olur. Laktoz hidroliza uğrayanda alfa glikoza beta galaktozadan əmələ gəlir. Bax, bu bizim beta galaktozamızdır. Bu da bizim alfa glikozamızdır. Bunların birgə birləşməsi nəticəsində biz laktozanı əldə eləmiş oluruq. Saxarozada glikozit hidroksidi olmur. Amma maltoz, laktoz da glikozit hidroksili var.
onlar siklik quruluşa ilə yanaşı aldehid formasında da olur. Deməli, saxarozada qlikozid hidroksidi olmadığından o yalnız siklik quruluşlu olur. Ona görə də maltoza, laktoza aldehidləri xas reduksiya reaksiyalarına daxil ola bilərlər. Bax belə. Sonra laktoza, bildiği laktozdan və laktoz hidrolizi uğradıqda yenə dediyimiz alfa glikoza, beta galaktozadan əmələ gəlir. Deməli, bütün disaxaritlər hidrolizi uğrayır. Saxaroz hidrolizi uğrayır alfa glikoza, beta fruktoza. Maltoz hidrolizi uğrayır alfa glikoza. Laktoz hidrolizi uğrayaraq alfa glikoza, beta galaktozanı əmələ gətirir. Bu isə bizim maltozanın, bir dəqiqə uşaqlar, biz maltozanın formunu sizə göstərmədik, laktozanı göstərdik. Hə, maltozamız qaldı. Maltoza nədən əmələ gəlir? 2 alfa glikozadan əmələ gəlir. Bax, gördüyünüz kimi bu bir alfa glikozadır. Bu da bir alfa glikozadır. Alfa glikoza o deməkdir ki, birinci və ikinci karbonlu OH-lar bir müstəvidədir. Burada da elə bil OH qrupu var, belə deyək. Elə bil burada da OH qrupu yenə də var. Buradan deməli su molekulunun ayrılması müşahidə olunur və iki dənə monosaxarit bir-birinin oksigen vasitəsilə birləşir və mən maltozanı əldə eləmiş oluram. Mən sizə onda bir söz deyim ki, maltoza səməni şəkəridir. Maltoza nişastadan alınır və səməni şəkəri adlanır. Hidrolizində yalnız 2 alfa glikoza qalığı əmələ gəlir. Yenə deyirəm, maltozada və laktozada glikozid hidroksidləri olduğuna görə onlar aldehid formasında da ola bilərlər. Glikozid hidroksidləri də deməli birinci karbonda olan bax OH qruplarının varlığı ilə əlaqədardır, gördünüz? Yəni OH qrupları var. Məsəl üçün yenə də görürsüz, bu laktozada yenə onda glikozid hidroksidi mövcuddur. Sonra nə deyə bilərik? Biz disaxaritlərlə bağlı sizə nə məlumat verə bilərik? Saxaroza kalsium hidroksid, misk hidroksidlə reaksiyaya girərək saxaratlar əmələ gətirir. Saxaroza misk hidroksidlə təyin olunur və s. və qənnadı sənayesində çox geniş şəkildə tətbiq olunur. İndi isə sizlə keçdik uşaqlar polisaxaritlərə. Polisaxaritlərə misal kimi nə deyə bilərsiniz? Nişastanı və selluloza misal göstərə bilərik. Nişasta çoxlu sayda en sayda alfa glikoza qalıqlarının birləşməsindən əmələ gəlir, polikondensləşməsindən əmələ gəlir və nəhayət nişasta yaranır. Nişasta suda həll olmayan ağ toz şəklində maddədir. Suda kolloid əmələ gətirir, amma isti suda, ən çox kartofda, qarğıdalda, buğdada əsas tərkib hissəsini təşkil edir. Bizim qidamızın əsas bir hissəsidir. Nişasta təbii iri molekullu bir birləşmə sayılır. Deməli, bitkilərin yaşıl kütləsində fotosintez nəticəsində əmələ gələn alfa glikoza polikondensləşərək nişastaya çevrilir. Nişastanın hidrolizindən də yalnız alfa glikozanın alınması əmələ gəlir. Sonra nişasta makromolekullar eyni ölçüdə olmur. Onlar müxtəlif sayda bir neçə yüzdən bir neçə minə qədər alfa glikoza qalıqlarından əmələ gələ bilər. Glikoza 2 quruluşa malik, o glikoza deyirəm, nişasta 2 quruluşa malik olur. Amiloza, amilopektin, amiloza xətti quruluşludur. Amilopektin şaxəli quruluşludur. Ona görə nişasta həm şaxəli quruluşlu, həm də xətti quruluşlu olur. Nişasta ən çox kartofda olur. Kartofu doğrayanda bax, bıçağın deyil, qırağında toz şəkli maddənin əmələ gəlməsi nişastanın olması ilə əlaqədardır. Sonra nişasta ən çox yod ilə təyin olur. Yodun üzərinə tökdükdə tünd göy rəngli məhlul alınması maddədə nişastanın olmasını bizə isbat eləyir. Sonra hətta mən sizə desəydim ki, məsələn, təzədən biz o kartofu məsələn qızdırdıqda o göy rəng itməyə başlayır. Soyudurduqda isə o göy rəng yenidən qayıdır. Bax, belə bunu yadımıza saxlaya bilərik. Nişastada onu da sizə deyim ki, aldehid qrupu yoxdur. Ona görə gümüş bir oksid, misk hidroksidlə təyin olunmur. Bax, belə. Sonra onun deməli əsas hissəsi onun hidrolizidir. Tuş mühitli hidroliz eləyərək qəşəngcənə amma son məhsul alfa glikoza qalığıdır. Hidroliz isə mərhələli baş verir. Gəlin onun hidrolizinin mərhələli olduğunu mən sizə göstərim. Mərhələli necə hidroliz eləyir nişasta? Nişasta mərhələli hidroliz elədiyi anda
Bax sizə deyim. Deməli, nişasta C6H10O5 əvvəlcə hidroliz edirik. Hidroliz etdiyimiz anda dekstrin, baxın, dekstrin əmələ gəlir. Dekstrinlə nişasta paketi eyni görünüşə malikdir, amma nişasta makromolekulu dekstrin makromolekulundan böyükdür. Bu dekstrini harda rast gələ bilərik? İndi yadımıza gəlməz, amma nənələrimiz həmişə deməli elə mamalarımız da belə deyək ki, paltarları kraxmallayırdılar, belə rusunda desək, yəni nişasta rusunda kraxmaldır. Və kraxmallanmış, nişastalanmış parçaları ütülədikdə sanki paltarın üzərində parıltılı pərdə yaranırdı. O parıltılı pərdənin yaranması elə bil ki, paltara ləkə düşməsinin qarşısını alırdı. Və paltara ləkə düşdüyü anda, yuulan anda tez yuyulurdu. Çünki paltara ləkənin içəri keçməsinə icazə vermirdi. Deməli, onun üzərində yaranan təbəqə dekstrin idi. Nazik təbəqə dekstrin idi. Bax, buydu. Dekstrinlər də öz növbəsində hidrolizə uğrayaraq, belə deyək, M/2 sayda, yəni maltoza əmələ gətirir. Maltoza da öz növbəsində hidrolizə uğrayaraq, deməli, N sayda, baxın, N sayda C6H12 O6 alfa glikoza qalıqlarını əmələ gətirir. Və bir sözlə baxın, nişasta əvvəlcə hara hidroliz edilir? Qoyun, bir dənə bunu silək, bu bizə mane olmasın. Deməli, nişastadan deməli, əmələ gəlir dekstrinlər, bax, belə götürək, dekstrin hidrolizi nəticəsində maltoza əmələ gəlir. Maltoza da M/2 sayda əmələ gəlir və maltozanın hidrolizi nəticəsində də N sayda alfa glikoza qalıqları əmələ gəlir. Yəqin mənim nə demək istədiyim, mənim balalarım başa düşdü. Biraz nişastanın tarixçəsi haqqında danışmaq istəyirəm. Nişasta orqanizmdə mənimsənilir. Nişasta yenə dediyim kimi bir qismi dekstrinlərə çevrilir. Dekstrin də sonradan mədədə orqanizmdə dekstrin əmələ gətirir. Dekstrin sonradan həzm aparatında glikozaya qədər hidrolizi uğraya bilir. Glikoza isə orqanizm mənimsəyir. Glikozanı insan mənimsəkdə və nişastanı artıq miqdarda yedikdə bir hissəsi artıq qalaraq insanda glikogenə çevrilir. Glikogen də sizə deyim ki, heyvan mənşəli bir qidadır. Onun formulu da C6H10O5N'dir. Amma onu mən sizə çatdırım ki, glikozanın makromolekulları daha böyükdür və qaraciyərdə glikogen daha çoxdur və ümumiyyətlə ona görə nişastanı çox qidalanmaq düzgün deyil. Orqanizmdə glikoza ehtiyat maddəsi sayılır və hüceyrələrdə glikoza sərf olunduqca orqanizmdə glikogen get-gedə glikozaya çevrilir. Sonra bəs deməli, patka nədir? Dekstrinlərlə glikozanın qarışığı patka adlanır. Belə deyək, patkada qənnadı sahəsində çox gözəl istifadə olunur. Nişastadan alınan dekstrinlər parçalara naxış vurularkən yapışqan kimi də istifadə olunur. Bayaq dediyimiz kimi nişasta paltarın nişastalanmasında istifadə olunur. Qaynar ütü altında nisbətən hidrolizə uğrayıb dekstrinlərə çevrilir. Dekstrinlər parçanın üzərində sıx örtü əmələ gətirərək parçanı parıltılıq verir. Onu təbii ki, çirklənmədən qoruyur. Nişastanın hidroliz yolu ilə patkaya və glikozaya çevrilir. Nişasta eyni zamanda sənayedə. Bunun üçün oduru sulfat turşusu ilə qızdırılır. Turşunun artığı isə tabaşir ilə neytrallaşdırılır. Əmələ gəlmiş kalsium sulfat çöküntüsü süzülür, alınan məhlul buxarlandırılır və glikoz ayrılır. Nişastanın hidrolizi axıra qədər çatdırılmadıqda dekstrinlə glikoza qalığı əmələ gəlir və biz buna patka adını qoyuruq. Belə. İndi isə gəldik sizinlə sellozanı öyrənməyə. Gəlin görək selloza nədir? Selloza da nişastanın eyni formula malikdir. C6H10O5. Amma nişasta alfa glikozanın polikondensləşməsindən alınır. Selloza beta glikoza qalıqlarından daha doğrusu əmələ gəlir. Bax, görürsünüz, birinci karbonla ikinci karbonda OH-lar müstəvidə olanda buna deyirlər beta glikoza qalıqları və beta glikoza qalıqları deməli, yalnız selloza xətti quruluşludur. Ona görə də lifləri sellozadan almaq mümkündür. Selloza ən çox kətandır, pambıqdır, oduncaq liflərində də rast gəlinir. Selülozanın monomerində, belə deyək, makromolekulun elementar halqasında 3 hidroksid qrupu mövcuddur. Deməli, selüloza ən çox bitkilərdədir. Bitki hüceyrələrinin qlafını təşkil edir. Pambıq liflərində selüloza olur. Oduncaqda selüloza olur. Kağız pambıq parçaları selülozadan hazırlanan məhsullardır və s. və ilaxır. Və beta glikoza polikondensləşərək selüloza ayrılır və selüloza növbəsində hidrolizə uğrayaraq beta glikozanın əmələ
əmələ gətirir. Selulozanı pambıqdan, oduncaqdan necə alırlar? Sulfit üsulu ilə alırlar. Sulfit üsulu necə yazılır? Kalsium HSO3-dən 2 dəfə. Çünki selluloza bu maddədə həll olunur. Bu maddədə həll olan ancaq deməli sellulozanın tərkibinə daxil olan digər maddələrdir. Məsələn, bax siz necədir? Sellulozanı xırdalanmış oduncağı götürürlər, təzyiq altında qələmi mühitində kalsium hidrosulfit məhlulu qızdırırlar. Bu zaman sellulozadan başqa oduncaqda olan bütün maddələr məhlula keçir, məhlul süzülür və ayrılmış selluloza qızdırılır. Selluloza suda həll olmur, qidamız onu həzm eləmir. Amma sellulozanın həll olacağı maddə bircə Şveytser reaktividir. Şveytser reaktivi miski hidroksidin, əzizlərim, amonyakda məhluludur. Amonyakda buna deyirlər Şveytser reaktivi. Sellulozada nişasta kimi gümüş güzgü reaksiyasına daxil olmur. Miski hidroksid mis bir oksidini əmələ gətirmir. Bax belə. Bəs selluloza haqqında nə deyə bilərik? Gəldik əsas məsələyə. Selluloza ümumiyyətlə çox atom spirt kimi göstərilərək, deməli mürəkkəb efirlər, turşularla mürəkkəb efirlər əmələ gətirir və sellulozanın sözün əsl mənasında formulunu bu cür yazsaq, daha məqsədə uyğun olar. Monomerində deməli 3 dənə OH qrupu olduğunu biz görürük və yaxud da onu qısa konkret şəkildə C6H7, O2, OH-dan 3 dəfə deyib, bax belə sellulozanı belə formulda göstərə bilərik. Selluloza nitrat turşusu üzvü turşularla reaksiya girib mürəkkəb efir əmələ gətirir. Əgər mən sellulozanı bax yazıram, C7H12O2, 3 dənə OH qrupunu görürsünüz. 3 dənə bax belə OH qrupunu görürsünüz və burada üzərinə əgər mən bir molekul nitrat turşusu gəlirəmsə, baxın görək nə alınır. C6, H7, O2, ONO2, OH, OH, üzərinə gərək N molekula su. Buna deyirlər mononitroselluloza. Əgər mən bunun üzərinə 2N gəlirəmsə, alınır dinitroselluloza. Əgər mən bunun üzərinə 3 molekula su gəlirəmsə, alınır trinitroselluloza. Və bu mürəkkəb efirlər o qədər böyük əhəmiyyət kəsb eləyir ki, qoyun bir dəqiqə mən bunu səliqəli sizin üçün yazım. Və üzərinə gələk 3N sayda su. 3N sayda su. Bax, başa düşürsünüz nə demək istəyirəm? Yəni, selluloza mürəkkəb efirləri çox böyük praktiki əhəmiyyətə malik bir maddələrdir. Çox böyük əhəmiyyətə malik bir maddələrdir. Selluloza eyni zamanda sirkə turşuları ilə də belə qarşılıqlı təsirdə ola bilər. Mono asetil selluloz əmələ gələ bilər, diasetil selluloz əmələ gələ bilər. Təbii ki, buradan eyni zamanda da triasetil selluloz əmələ gələ bilər. Bax, mən sizə bir balaca bu sellulozanın haqqında bir məlumat verim sizə. Bu sellulozalar nədir? Bu reaksiyalar nitrolaşma yox, nitratlaşma reaksiyasıdır. Əmələ gələn trinitroselluloz isə sellulozanın trinitratıdır. Bir də deyirəm, əslində əmələ gələn maddəyə nitrat turşusunun mürəkkəb efiri kimi baxmaq lazımdır. Yəni, bu reaksiyalar nitrolaşma deyil, nitratlaşma reaksiyalardır. Yəni, efir əmələ gəlir bu reaksiyalardan. Bax, buna çox xahiş edirəm, fikir verək. Yaxşı uşaqlar, yəni bu söz çox anlayışlı, yəni çox diqqətli bir sözdür. Sonra trinitrosellulozadan deməli tüstüsüz barıtın alınmasında çox geniş istifadə, hətta partlayıcı maddələrin tüstüsüz barıtın alınmasında geniş istifadə olunur. Sonra mən indi sizə demək olar ki, izah eləmək istəyirəm. Deməli, bizim aldığımız trinitroselluloza kolloksilin adlanır. Bizim aldığımız bu trinitro, bir dəqiqə uşaqlar qoyun silək. Bizim aldığımız C6, H7, O2, ONO2, bax bu mürəkkəb efirlərdə də artıq bildiniz nə demək istəyirəm. Bax bu gördüyünüz bizdə adlanır dinitroselluloza kolloksilin. Bax yenə deyirəm, adlandırılır nə? Kolloksilin. Bax buna çox diqqət eləyəyin. Sonra bizim aldığımız trinitroselluloza, bax bunu görürsünüz də. Bu isə bizdə adlanır piroksilin. Piroksilin. Tamam, aydın oldu mu? Bax, indi sizə bir söz deyim. Bu mürəkkəb efir sayılır da. Sellulozanın bax bu trinitratı və ya piroksilin deyək. Bax, məsəl üçün, bir dəqiqə uşaqlar silin bunu. Ben də səliqəli təzən bir də izah eləyim. ONO2, bax OH-ı belə deyək də. Çox səliqəsiz yazıldı bu. ONO2, ONO2 və OH. Bax, gördüyünüz bu, bax haqqında deyim sizə.
Piroksilini bir dəqiqə. Bir dənə də enokini yazaq. Bu piroksilin olsun ha. Bax bu piroksilin özü qüvvətli partlayıcı maddədir. Ondan tüstüsüz barıt hazırlanır. Yəqin çatdıra bildim fikrimi. Bir də var selulozanın dinitratı, bir də mononitrat qarışığı. Qarışığının etil spirti və dietil efiri ilə qarışığındakı məhlulu olan kollodiumdan təbabətdə istifadə olunur. Yəni ki, selulozanın dinitrat, mononitrat qarışığının etil spirti və ya dietil efiri ilə qarışığından məhlulda təbabətdə geniş istifadə olunur. Kollodiuma kamfora əlavə edib həllediciləri buxarlandırdıqda selluloid adlanan örtük əmələ gəlir. Yəqin mənim nə demək istədiyimi anladınız. Deməli, mononitroselluloza, dinitroselluloza, trinitrosellulozaның çox böyük praktiki əhəmiyyəti var. Bir də deyirəm, trinitrosellulozadan piroksilin maddəsi, qüvvətli partlayıcı maddə tüstüsüz barıtın alınmasına istifadə olunur. Dinitrat, mononitrat qarışığını isə etil spirti və dietil efiri qarışığındakı məhlulu olan kollodiumdan təbabətdə istifadə olunur. Kollodiuma kamfora əlavə edib həllediciləri buxarlandırdıqda selluloid adlanan örtük əmələ gəlir. Bax, belə yadınızda saxlayın. İndi isə gəldik sellulozanın triasetil sellulozanın əmələ gəlməsi. Əgər sirkə turşusu birdən olarsa monoasetil selluloza, diasetil selluloza, triasetil selluloza alına bilər. Məsəl üçün, mən yazıram C6, H7, O2, OH, N sayda. Üzərinə gəlirəm 3 N sayda sirkə turşusu. Baxın. Və buradan nə alınır? 3 N sayda su əmələ gəlir. Üstə gələk. C6, H7, O2, OCO, CH3. Bax, bu qrup, efir qrupunu göstər. OCO, CH3. Bax, gördünüz. OCO, CH3. Bax, belə. Gördünüz yəqin ki, alınan triasetil sellulozadır. Bax, yenə deyirəm, mən indi birbaşa triasetil sellulozanı əldə elədim. Əgər ikisini gəlsəm, diasetil selluloza, bir dənə olsa monoasetil selluloza əmələ gələr. Alınmış bu triasetil selluloza xüsusilə həlledicilərdən, yəni həlledici hansıdır? Etanolda həll edilir. Məhlul isti hava axınının filyerdən keçirilir və bu zaman həlledici buxarlanır və əstat ipəyinin sapları alınır. Sellulozadan həmçinin viskoz, deməli, süni viskoz ipəyi də istehsal olunur. İndi baxırsınız, mən elə bu məqsədlə sellulozanın üzərinə qatı naturmarş məhlulu əlavə edib, alınan məhsul əvvəlcə karbon disulfit, sonra isə dusulfat turşusu ilə təsir edir ki, alınan selluloza saplarından viskoz ipəyi istifadə olunur. Gözü sellulozanın üzərinə əvvəlcə natrium hidroksid gəlirəm, alınmış birləşməni karbon disulfit üzərindən keçirdirəm və yenidən almış birləşməni qatı duru sulfat turşusu ilə qarışıq təsir etdikdən sonra sellulozanın artıq sapları görünməyə başlayır və selluloza saplarından da viskoz ipəyi əmələ gəlir. Sonra selluloza piroliz etdikdə ondan metan, metil spirti, sirkə turşusu, aseton alınır. Sellulozadan yenə dediyimiz kimi süni ipəkdə alınması mümkündür. Sonra nə deyə bilərik selluloza haqqında biz sizə? Sellulozadan müxtəlif məqsədlər üçün istifadə olunur. Oduncaq şəkildə kağız istehsalında, oduncaq istehsalında, təbii liflərin alınmasında istifadə olunur. Sellulozanın hidrolizindən alınır glikoza. Glikozadan, qıcıqırdan da alırıq etil spirti. Bax, bu spirtə imenli hidroliz spirti deyilir. Yəni, sizə testdə düşə bilər ki, hidroliz spirti nədir? Sellulozadan alınmış glikoza, glikozadan alınmış, bax, belə yadınıza saxlayın, glikozadan da alınmış, deməli, spirt, etil spirti, deməli, adlanır hidroliz spirti. Yenə deyirəm, sellulozadan oduncaq kömürü, metil spirti, sirkə turşusu, asetat və s. alınmasına istifadə olunur. Bayaq dediyimiz kimi trinitrosellulozadan partlayıcı maddə kimi istifadə olunur. Tüstüsüz barıt alınır. Amma triasetil sellulozadan, yadınıza saxlayın, yanmayan plyonkalar, süni asetat ipəyi, plastik kütlələrin alınmasında istifadə eləyə bilərik. Hətta sellulozanın özündən bayaq isbat elədiyimiz kimi viskoz ipəyin alınmasında da geniş istifadə edirik.